Sumqayıt şəhərində yaşıllıqların qorunması və zərərvericilərə qarşı mübarizənin daha effektiv təşkili məqsədi ilə geniş miqyaslı dezinfeksiya tədbirləri həyata keçirilir. Yay mövsümündə havaların isinməsi ilə əlaqədar profilaktik tədbirlərin həcmi artırılıb, şəhərin müxtəlif ərazilərində xüsusi dərmanlama işləri intensiv şəkildə davam etdirilir. Hazırda Sumqayıt Dezinfeksiya İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. İşlər 24 saat fasiləsiz, növbəli qrafik əsasında həyata keçirilir. Xüsusi texnika və peşəkar heyətin cəlb olunduğu tədbirlər nəticəsində parklar, xiyabanlar, yaşayış məhəllələri, mikrorayonlar və digər yaşıllıq sahələri ardıcıl olaraq emal edilir. Görülən tədbirlərin əsas məqsədi çəyirtkələrin yayılmasının qarşısını almaq, şəhərin yaşıllıq fondunu qorumaq və sağlam ekoloji mühiti təmin etməkdir. Dezinfeksiya zamanı tətbiq olunan preparatlar və iş üsulları mövcud sanitar-gigiyenik tələblərə uyğun seçilir. İş prosesində həm ətraf mühitin mühafizəsi, həm də yaşıllıqların sağlam inkişafı əsas prioritet kimi diqqətə saxlanılır. Profilaktik mübarizə tədbirlərinin vaxtında aparılması zərərvericilərin kütləvi yayılmasının qarşısını alır, ağacların və yaşıllıqların qorunmasına mühüm töhfə verir. Bu baxımdan mövsüm ərzində həyata keçirilən tədbirlər şəhərin ekoloji tarazlığının saxlanılmasında mühüm rol oynayır. Qeyd edək ki, Sumqayıt Dezinfeksiya İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini fasiləsiz davam etdirərək şəhərin bütün ərazilərini mərhələli şəkildə əhatə edirlər. Mövsüm başa çatanadək dezinfeksiya tədbirlərinin plan üzrə davam etdirilməsi nəzərdə tutulur. Görülən işlər həm şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılmasına, həm də Sumqayıtın yaşıllıq zolaqlarının etibarlı şəkildə qorunmasına xidmət edir. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bugün informasiya proqramı üçün.